Deməli, 4-ün boyuna sındırıb, bizim bildiyimizə görə. 4-ün də süngü bıçaq. İlk 8 nəfərin 4-ün səssiz zərərsizləşdirib. Silahın səsi gələndən sonra biz tərəfdən də eşidilib səs. Onlar tərəfdən də eşidilib səs. Bu yavaş-yavaş irəliyib onların növbəti tapışlarına tərəf. Bizə dedilər, harasa bir 140-148 arasındadır. İbrahimov, Bəhruz, Ağakərimov. Ailədə neçə qardaş olmuşsunuz və Mübariz neçənci qardaş olub sizdə? Ailədə 3 qardaş olmuşuq. Mübariz son 5-imiz olub. Buna baxmayaraq, onun heç bir ərköyünlüyü, belə bir məsələlər olmuyor heç vaxt. Bir də ki, o özün həmişə elə davranırdı ki, elə bir bizdən yaşca kiçik yox, yaşca böyükdür. Özünün aparmağı, özünün davranışı, hərəkətləri. Uşaq vaxtından idmana böyük marağı olub da, siz də bilirsiniz. Bir yerdə idmana getmişsiniz. İdmana maraq nədən yarandı və siz böyük qardaş olmuşsunuz? Yəqin ki, siz ona yol göstərmişsiniz də. Sözün açığı, o mənim idmanla məşğul olmağıma o istəyirdi ki, özü nəyisə sübut eləsin. Ki, yəni mən bunu bacararam. Yaşca kiçik olmana baxmayaraq, yəni mən səndən eyni bərabər idmana gedərəm, səndən də yüksək nəticələr əldə edə bilərəm. Hər hərəkətində bunu göstərirdi. Bu da adama xoş gəlirdi. Baxırdın, yaş, kiçik özdə uşaq vaxtı cılı, biraz fiziki cəhətdən zəif idi. Amma buna baxmayaraq çevik. Buna baxmayaraq özün heç vaxtı zəif kimi aparmır. Onun vətənpərvərliyi uşaqlığından hiss olunurdu. Uşaqlığından bilinirdi ki, bu vətəninə, millətinə, dövlətinə layiqli oylar. Bizim uşaq olduğumuz dövrdə belə internet belə çox yaygın deyildi. Biz bütün bunları televiziyadan istəyirdik. İndi otururduq hamımız televiziya baxanda istər-istəməz istəyirdik. Belə hələ uşaq olala istəyirdi ki, televiziyada hücum eləsin onlara. Ki, necə yəni bizim millətimizdə bunlar başına nə oynayacaq? Pis təsir edirdi. İstər-istəməz uşaq olala istəyirdi ki, belə uşaqlığınla nəsə qısas alsın. Amma Allah onu elə yaratmışdı ki, öz istəyində. Allah onu sevərək yaratdı. Biz 2009-cu ildə bir Beybətdə işləyirdik. Orada işləyəndə deyirdim ki, qardaş, elə biz burada işləyək, sonra da gedib təzə binə ticarət mərkəzi açılmışdı. Dedim, gedib orada bir dənə dükan götürüb özümüz üçün ticarətlə məşğul olarım. Dedi, yox qardaş, sən get, mənim yolum başqadır, mən hərbiyə gedəcəm. Mənim bu uşaqlıq arzudur. Mən hərbiçi olmaq üçün gəlmişəm. Mən vətənimə belə, millətimə belə xidmət edəcəm. Mənim yolum başqadır, sən gedərsən. Deməli, səhər saatları idi, saat təxminən 5 vardı. Mənə zəng gəldi. Zəng gəldi, dedi, mən Mübarizin hərbi hissəsindən zəng eləyirəm sizə. Mübariz sizin yanınıza gəlməyib. Dedim, necə yəni? Dedi ki, Mübariz hərbi hissəni tərk eləyib. Bəlkə onun mülki həyatda düşmənçilik elədiyi insan, nəsə bəlkə bir qız istəyir, ona görə hərbi hissəni tərk eləyib. Dedim, bu mümkün olan bir şey deyil. Mübariz heç vaxtda xidmət elədiyi yeri, xidmət elədiyi hərbi hissəni tərk eləyib getməz. Siz onu orada axtarın. Bura gəlməyib. Sizdən öncə Hacıya zəng olmuş, yox, sonra zəng olmuş? Məndən qabaq atama zəng eləmişdilər. Sonra mənə zəng eləmişdilər. Atamla bir-birimizdən xəbərsiz eyni sözü demişik. Atam biraz fərqli deyib, atam demişdi ki, gedin onu düşmən tərəfdə axtarın. Amma mən dedim ki, onu orada axtarın. O heç vaxt
belə bir hərəkət eləyənməz. Biz onu tanıyırıq. Biz onun əqidəsinə bəlliyiz. Biz onun vətən sevgisini bilirik, millət sevgisini bilirik. O xidmət elədiyi ərazini heç vaxt tərk eləməz. Onun hərbisə həmin hərbisi adam bilmirəm kimdir. Sağollaşdı, dedi, oldu, sizinlə əlaqə saxlayacaq. Döndür. Ondan sonra mənə evdən atam zəng elədi, dedi, gəl kəndə. Mən də gəldim kəndə, bir yerdə getdik onun xidmət elədiyi hərbi hissəyə. Hərbi hissədən də bizi yönləndirdilər, bizə hərbisi verdilər, getdik onun xidmət elədiyi posta. Posta çatanda da baxdım ki, mən burada əsgərlikdə olanda 3 ay xidmət eləmişəm. Həmin hərbi, həmin posta. Mübarizə xidmət elədik. Xidmət elədi, mən də 3 ay xidmət eləmişəm. Amma ondan 5 il öncə. Baxdım ki, bura mənə tanış şey. Amma həmin vaxtı birinci tabor idi, indi eləyib. Həmin vaxtı 4-cü tabor idi, indi eləyiblər birinci tabor.